Salam mənim kanalımın seyirciləri. Bu haqda bu gün danışmaq istəmirdim. Sadəcə bir hal məcbur elədi danışım. 1980-ci ildə çəkilmiş Ornella Muti ilə Adriana Celentano'nun İnadkarın ram edilməsi filmi var. Orada Ornella Muti'nin qəhrəmanı bayağı zarafatlara baxıb gülür. Kimisə ayağı əzildi, yıxıldı və Celentano orada ağlayır. İndi həyat, mən TikTok'da filəndə yoxam da ya. İndi bu dəqiqə həyat o səviyyəyə çatıb. Dayaz insanlar ki çoxalıb, yumor o vaxt yumordur ki, əksəriyyətə çatır. Yumor bir elm kimidir. Yəni, istəyir Siyavuş Aslanın, Nəsibə Zeynalovanın teatrları olsun, istəyir Planet Parni İzbakunun teatrı olsun. Onların söylədiyi replikalar, yumorlar, əksər yumor hipnoz kimidir. Hamı onu duymalıdır, hiss eləməlidir. Bir nəfərin çöpəgülən misalı dəli kimi gülməyi ilə deyil. O gülməli deyil, o psixoloji çatışmazlıqdır. Bu yandan da o qısa video çarxlara gülmək səsini qoyurlar, heç hadisə başlamamış. Və əksər cəmiyyət bayağılaşıb belə. Onun ayağı əzildi, yıxıldı, gözü çıxdı. Bu yumor deyil. Bu yumor deyil, bu axmaqlıqdır, izvraşenstvo. Yumor insanın dərinliyinin, nə bilim, əqli göstəricilərinin bir nişanəsidir, bir punktudur. Yumor o demək deyil ki, gözü əldi, ayağı əzildi, yıxıldı, gülək. Bu yumor deyil ki, bu bayağılıqdır. Bayağılıqdır. Yumor insanın əqli göstəricilərinin bir faktorudur, bir nişanəsidir ki, bu dərin zarafat eləyə bilir, hamıya çatacaq dərəcədə, əksəriyyətə çatacaq dərəcədə. Yoxsa çöpə gülən də öz barmağına baxıb gülür. Bu qədər.